Ay adi güzel Fatıma gülü Hazreti Bibi Ya Rahimata Senin müşküllerimizin asal olması hatırına, zindani olmayan tezdiğinden azad olması hatırına, sebebi ve istikametli olmaları hatırına salavat edin. Bugünkü günlerin tanıştığı yerine düşerdi. Bu günleri tarihte esirlerin azad olunan günüdür. Daha doğrusu esirlerin azad olunması hakkında bu günleri müzakirə aparılıbdı. Kərbala müsəlası Şam'da Yezid ibn Muaviyyənin məclisində Yezidlə Kərbala müsəlasının sonuncu məclisi bugünə təsadüf edir və bundan sonra Yezid öz məğlubiyyətini Hürriyyətin məntiqi qarşısında məğlub olmağı başa düşür və insanların qiyamından, hərəkatından qorxaraq əsirləri azad edir. Yəni sabahsı gün əsirləri azad olunub Kərbəlaya yola düşdükləri gündür. İrşad kitabında Şeyh-i Mufid əleyhir-rəhmə ki, böyük İslam alimi İrşad kitabında İmam Hüseyin Ağa'nın kızı Fatıma sallallahu aleyhanın dilinden rivayet yazır. İmam Hüseyin Ağa'nın kızı Fatıma sallallahu aleyha əsirlərin azad olunmağı günündə baş verən hadisi haqqında danışır. Biz Fatıma sallallahu aleyha İmam Hüseynin kızı biz əsirlər bir kənarda əyləşdik. Yezidin məclisi idi. Məlun Yezid əsirləri bir gözdən keçirdi. Ondan sonra yanındakilara dedi ki, bu əsirlərdən İmam Hüseyin Ağa'nın qızları idi, İmam Hüseyin Ağa'nın gəlinləri idi, yəni əsirlər bunlar idi. İmam Hüseynin bacıları idi, bacı balaları idi. Yəni İmam Zeynəl Abidin adı istisna olmadığından hamısı qız gəlin idi əsirlər. Yezid yanındakilara göstəriş verdi ki, şahlardan ki, bu əsirlərdən hansını istəyirsiniz, özünüz üçün kəniz apara bilərsiniz. Özünüz üçün cariyə, qulusu kəniz getirib apara bilərsiniz. Bir Şamlı kişinin gözü sataşdı Fatımədir binti Hüseyin Aleyhisselam. İmam Hüseyin Ağa'nın kızı Fatıma'ya gözü sataşdı. Dedi Yezidə, ya əmirəl müminin, Allah Yezidə lənət eləsin, həbbi hazihil cəriyə, bu kənizi mənə bağışlayın. İmam Hüseynin qızı Fatıma'nı göstərdi Yezidə. Dedi, ya əmirəl müminin, bu kənizi mənə bağışlayın. İmam Hüseynin qızı Fatıma sallallahu aleyha deyir ki, elə ki mən bu sözü eşitdim, tutdum Bibi xanım Zeynəbin ətəyindən və nalə elədim. Dedim, Bibi, qoyma məni əsirlərin arasından ayrı, yad ellərə kəniz aparalar, yad ellərə qulluqsa aparalar, buna icazə verməyin. Fəqalət Zeynəb sallallahu aleyha deyir, burada Həzreti Zeynəb sallallahu aleyha bir şücaətlə, məhabətlə, cəsarətlə ayağa qalxdı. Dedi, vəla kəramətun nihəzəl fasıq. Bu fasıqi əziz tutacaq heç neyimiz yoxdur. Mənası budur ki, yəni bu Şamlı ki, İmam Hüseynin qızını kəniz aparmaq istəyir, bizim ona hədiyyə eləsin, heç neyimiz yoxdur. O ki, qala İmam Hüseynin qızını hədiyyə eləyək ona. Şamlı deyir ki,
Xanım Zeynəbə cavab verir ki, yalan deyirsən və mən buradan istədiyimi apara bilərəm deyə həmən o şanlı nəfərlə Xanım Zeynəbin arasında mübahisə başlayır. Yezid də məsələyə qarşı, Yezid deyir, kəzəbdi vallahi innə zəlikə li və ləv şiqtə ən əfəllə fəaldu. Xanım Zeynəbə deyir ki, sən özün yalan deyirsən, buradakı əsirlər mənim mülküm sayılır, gör Yezid nə qədər qudurub, nə qədər üsyan edib ki, artıq Peyğəmbər balalarını bir əşya hesabında nəzərə alır. Öz mülki, malı kimi nəzərə alır. Deyir, buradakı əsirlər mənim malım, mülküm sayılar, kimə istəsəm bağışlayaram, nə istəsəm edəyərəm, hamı mənim ixtiyarımdadır. Xanım Zeynəb deyir, kəlla, vallah, ma cəalallahu zalikə ləkə, İlla ən təxrucə ən millətina və tədinu bi qeyri dinəna. Xanım Zeynəb deyir ki, xeyr, heç vaxt belə deyil. Yəni, buradakı əsirlər heç vaxt sənin malın mülkün sayıla bilməz. And olsun Allah'a ki, Allah buna icazə verməz. Məgər sən onu eləyə bilərsən ki, bizim millətimizdən, bizim dinimizdən çıxıb özgə bir dinə mənsub olasan. Yəni, sən dinsizlik eləyə bilərsən. Dinimi dəyişə bilərsən. Amma Əhl-i Beytin qızlarını, gəlinlərini kəniz kimi qul bazarına çəkib sata bilməzsən və yaxud da bağışlaya bilməzsən, niyə ki Allah buna icazə verməz? Allahın ədaləti, rəhməti, məğfirəti buna icazə verməz. Yezid deyir, ayağa qalxdı, qəzəblə. Dedi, İyyâyə təstəqbəlinə bihaza innəmā xərəcə minəd-dinə əbuki və əxuki. Dedi, təkcə sizsiz ki, və sizin ata-babamızdır ki, Xanım Zeynəbədir. Xanım Zeynəbin atası Əli ibn Əbi Talib, babası Həzrət Peyğəmbərdir. Və sizin qardaşınızdır ki, dindən çıxırdı. Sizin atanız dindən çıxırdı, siz özünüz dindən çıxmışsınız. Xanım Zeynəb cavab verir, Bidinillah və dini əbi və dini əxi ihtidəytu əntə və cəddəkə və abukə in kunta muslimən. And olsun bir Allahın dininə, and olsun atamın və qardaşımın dininə ki, biz sizi hidayət edirik, əvvəlcədən hidayət edəmişik, hidayət yoluna dəvət edəmişik, amma siz müsəlman olmamışsınız. Xanım Zeynəb də buna belə cavab edir. Yezid Xanım Zeynəbin başına biraz da uca səsdən çınqırır ki, yalan deyirsən ey Allahın düşməni deyə Xanım Zeynəbə təhqir edir. Xanım Zeynəb də cavabında Əntə əmirun təşkunu zalimən və təqhər bi sultani. Sən zalimlərin parçalısan. Sən əmir-əl-müminin deyilsən, müminlərin parçalı deyilsən. Sən alçaqların, rəzillərin və zalimlərin parçalısan və sənin zülmün, sənin səltənətini qəhr edib aradan aparacaq. Sanki Yezid Xanım Zeynəbin nitqinin qarşısında sükut edir, söz tapa bilmir. Və həmən o şanlı kişi ki, İmam Hüseynin qızı Fatıməti binti Hüseyni əsir aparmaq istəyirdi, özünə kəniz aparmaq istəyirdi, təzədən söhbətə qarışır. Deyir, ya Yezid, o qızı mənə kəniz kimi bağışlayırsan ya yox. İmam Hüseyin buyurur, mən qızı sənə bağışladım. Gedir apar İmam Hüseynin qızını, yəni Yezid deyir İmam Hüseynin qızı Fatıma üçün ki, mən bu qızı sənə bağışladım, gedir apar İmam. Həmən şahını soruşur ki, bu qız kimlərdəndir? Ya Yezid, bu əsrlər umumilikdə kimlərdəndir? Yezid deyir, bu Hüseynin qızı Fatımədir. Bu da
Əlinin qızı Zeynəbdir ki, bu qızın üstündə çığırbağı salırdı. Birdən Şamlı kişi sanki yatmış da ayıldı. Dedi, Hüseyin Fatimənin qızı. Hüseyin, o Hüseyin ki, Həzrət Peyğəmbərin babası Fatimənin oğludur. Əli, o Əli ki, Allahın Peyğəmbəri ilə bütün cəngilərdə, bütün savaşlarda iştirak edirdi. Sən o Əlidən, o Hüseyndən danışırsan. Yezid dedi, bəli, artıq bunlar dindən çıxırlar. Şamlı dedi Yezidə, Lə'nəkallah, Allah sənə lənət eləsin. Lə'nəkallah ya Yezid, Ətəqtulu itrəti nəbiyyikə, sən Peyğəmbərinin balalarını öldürürsən. Peyğəmbərinin balalarını əsir alırsan. Peyğəmbərinin balalarını qul bazarına çəkirsən. Peyğəmbərinin balalarını kəniz qismində ona bağışlayırsan. Vallah mantəbəhəmdü illa ənəhu sədyurru. And olsun Allaha ki, mən belə güman eləmirdim. Mən elə başa düşürdüm ki, bunlar Rumlulardır, dinsizlərdir. Sən İslam yolunda müharibə edib kafirlərdən əsir alırsan. Mən bilmədim ki, bunlar Peyğəmbər balalarıdır. Peyğəmbərin əhli əyalı, Peyğəmbərin ailəsidir. Yezid biraz da qəzəbləndi. Dedim, Allah lə'əlhəqənnəkə bihim. And ola Allaha ki, səni də onlara müddəsil edəcəm. Əmr elədi ki, aparın bununla boyunu. Və ondan sonra Yezid bu şeiri oxudu. Elə ki, o Şamlı mümin kişinin də boynunu vurdurdu və bu şeiri oxudu. Dedi, Leytə əşyafi bi bədrin şəhidu cəzəəl xəsrətü min vəq'il əsər لأهلوا واستحلوا فرحا ثم قالوا يا يزيد لا تشع. Kaş mənim Bədir müharibəsində öldürülmüş babalarım sağ olardılar. Baxardılar, görərdilər ki, mən Əlinin balalarını necə əsir almışam. Çünki Yezidin babasını, dayısını, əmsini Həzrət Əli ibn Əbi Talib Bədirdə, Uhudda cəhənnəmə vasil eləmişdi. Dedi, kaş mənim Bədirdə və digər cəngilərdə öldürülmüş babalarım sağ olardılar və görərdilər ki, mən Əlinin balalarını necə əsir almışam. Əlinin balalarını necə qılıncdan keçirdim, arvad uşaqlarını əsir almışam. Və bu günü görsəydilər, deyərdilər, Yezid, sənin hakimiyyətin əbədi olsun, heç vaxt aradan getməyəsən. Qəd qətəlnəl qərmi min sədətihim fəədənnəhu bi bədrin fəədədə. Biz onların ağalarını öldürdük, Bəni Haşimin ağalarını öldürdük və bununla da Bədir müharibəsinin intiqamını aldıq. Lə'ibət haşinu bil mulki fəla xəbərun cəhə bəla bəhqün nəzər. Haşimilər, yəni Həzrət Peyğəmbər başda olmağından bir oyun oynadılar insanlara. Din adı ilə insanlara ağalıq elədilər və illa nə Peyğəmbər yox idi, nə Peyğəmbərə vəhiy nazil olmamışdı, nə mələk yoxdu, nə Qur'an göydən nazil olmayıbdı. Ləstu min xindər kufa innəm əntəqi min Bəni Əhmədə maqana fəhə. Bəni Əhməd, yəni Həzrət Peyğəmbərin balaları mənim əcdadıma nə eləmişdilərsə, mən onun intiqamını almasaydım, öz əcdadlarımın balası sayılmazdı. Yezidin inşaat elədiyi, yazdığı, oxuduğu bu şeir ona dəlalət edir ki, hətta Yezid əslən heç müsəlman olmamışdır. Ümumiyyətlə Yezid müsəlman kimi nə atası Muaviyyə, nə Yezid özü müsəlman kimi İslam dininə sitayiş eləməmişdir. Və bu o günə təsadüf edir ki, artıq Yezidin sarayında olan insanlar belə Yezidə təkid elədilər ki, sən Peyğəmbər balasını şəhid eləmirsən, Peyğəmbər balalarını əsir eləmirsən, Yezid qiyam olacaq deyə və məşhur İmam Zeynal Abidinin Yezidin sarayında şəhadətli xütbəsinin
təsirindən qorxuya düşərək ki, ölkədə qiyam olar, ölkədə Yazid hakimiyyətinin əleyhinə qiyamlar hazırlanar, səhərsi gün bu məclisin səhərsi günü əsirləri azad eləmişdir. İndi bugünkü Vahhabilər ki var, istəyirlər hər bir qo'yla, hər bir vəclə Yazid ibn Muaviyyəyə haqqı qazandırsınlar. Vahhabilərdə təqsir yoxdur. Vahhabilərdə təqsir ondan ibarətdir ki, bunlar xəvaricdirlər. Əli əleyhissalamın zamanəsindəki xəvariclər ki var idi, vilayəti qəbul eləməmişdilər, Əlinin üzünə alınmışdılar, Əli ilə müharibə aparmışdılar və əksəriyyəti cəhənnəmə vasil olmuşdu. Həmən Vahhabilərin fikirlərini, əqidələrini, sözlərini, təkvirlərini ki, digər müsəlmanları kafir hesab edirlər özlərindən savayı, Vahhabilər o əqidəyə malikdirlər. Və Vahhabilər hər o kəs ki, Əhl-i Beytinə, baxma dillərində deyirlər, biz Peyğəmbər Əhl-i Beytini sevirik. Dildə deyirlər ki, biz Peyğəmbər Əhl-i Beytini sevirik. Amma Peyğəmbər Əhl-i Beytinin düşmənlərini Peyğəmbərdən də çox sevirlər. Peyğəmbərdən də çox haqq qazandırırlar. Peyğəmbərin balalarından da çox haqq qazandırırlar. Allah Teala Qur'anda buyurur, hər kəs bir mümini öldürsə cəhənnəmlidir. Vəhhabilər bu gün də demirlər ki, Yazid ibn Muaviyyə cəhənnəmlidir. Yazid ibn Muaviyyə fərman verildi, fətva verildi. İmam Hüseyn ağanı, İbn Ziyad və Kufənin münafiqləri təqdə ediriblər. Yazid ibn Muaviyyəni bu günlərdə məzlum bir çoxlar. Və Allah bizim ölkəni bu cür qurumların, bu cür təşkilatların şərrindən amanda saxlasın. Görürsünüz ki, necə fitnə fəsad edirlər. Çünki onlar Yazididirlər, Yazidpərəstdirlər. Yalan deyirlər ki, la ilahe illallah Muhammedən Resulullah. Yazidə qarşı, Muaviyyəyə qarşı onların məhəbbəti Peyğəmbər və Əhl-i Beytindən qat-qat çoxdur. Bunu nədən bilinir? Bu bilinir Yazidi müdafiəsindən. Necə ciddi cəhdinə Yazid ibn Muaviyyəni müdafiə edirlər. Yazid bu bölgülüyündə cinayət edirdi. Tarixdə misli görünməyən cinayət edirdi. Peyğəmbər və Əhl-i Beytini qılıncdan keçirdirdi. Arvadşanı əsir alırdı və şeir inşaat edir ki, kaş mənim Bədirdə öldürülmüş ata-babalarım sağlardı, əcdadlarım sağlardı, görərdi ki, mən onların intiqamını bəni başından necə aldım. Sonda da deyir ki, Haşimilər, yəni Peyğəmbər və Peyğəmbərin sülaləsi din adı ilə insanlarla oynadılar. Nə mələk yoxdur, nə vəhiy yoxdur, nə din yoxdur, nə şəriyyət yoxdur. Sadəcə olaraq onlar insanlara hakimiyyəti eləmək istəyirlər. Bu da ona dəlalət edir ki, Yazid ibn Muaviyyə və onun təfəkküründə, düşüncəsində olanlar əslən nə Qur'ana inanırlar, nə Allaha inanırlar, nə mələkə inanırlar, nə müqəddəsata inanırlar və inanmadıqlarına görə də bu cinayətləri törədirlər. İnanmadıqlarına görə də Peyğəmbər və balalarına zülm edir. Və bugünkülər də inanmadıqlarına görə müsəlmanlara əziyyət edirlər. İnanmadıqlarına görə müsəlmanlara zülm edirlər, müsəlmanlara tohid edirlər. Çünki inansa, qorxsa ki, bir gün bunların hesab kitabı var, Allah bir gün bundan hesab kitab soruşar, bu cinayətlər olunmaz, bu fəsadlar olunmaz ki, Allah'a an verdirək öz izzəti cəlalına, Pərverdigar aləm. Müminləri onların şəhərindən amanda saxlasın inşallah. Pərverdigar aləm. Müminləri səbirli və istiqamətli qərar versin inşallah. Pərverdigar aləm. Müminlərə səbir inayət eləsin inşallah. Pərverdigar aləm. Müminləri, zalimlərin, vəhhabilərin şərrindən hifz eləsin inşallah. Pərverdigar aləm. Mübarək cümənin günündə cəmi dualar